Sonra Burhan Məmginə, elə oldu ki, Burhan Məmgindən bir dənə toya düşdüm. Və orada təsadüfən gəlmişdim. Orada da mən oxudum, məni bəyəndi. Burhan dedi ki, bizlə işləyə bilərsənmi? Dedim, işləyərəm. Yəqin ki, işbirliyiniz el şənliklərinlə davam edib o vaxtlar. Bəli. Elə oldu, elə gələn, elə gəldim 20 ildir önce. O gələn 20 il davam edirik. Əsas motivasiyasını deyim də nədən? Görür ki, nə qədər çətin də olsa, zamana günü-gündən pisləşir. İstəsən milyonçu həyat yoldaşın olsun, mən də açıq danışan insanam. İstəyir, nə bilim, bütün qovum-əqrəban olsun, hər insan özünün pul qazanması, özü ayaq üstə durması daha gözəldir. Doğrudur. Nə qədər yorğunluq da olsa, oradan ki, qazancla bağlı sənin tələblərini, problemlərini ödəyəndə artıq o yorğunluq çıxır. O, haqsızlıq olanda haqsızlıq olur. Çoxmu görmüşsünüz haqsızlıq bu sənətdə? Çox görmüşük. Sizcə olmalı olduğunuz yerdəsiz, yoxsa hələ arzu etdiyiniz məqama var? Sənətlə bağlı mı? Bəli, əlbəttə ki, ancaq sənətdən danışırıq. Sənətlə bağlı hələ var ora.